Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun salama layık bəndələrinə. İslam dinində, İslam şəriətində vacib və müstəhab əməllər var. Vacib əməllər içərisində ən birincisi namazdır. Namaz İslam dininin, İslam şəriətinin sütunudur. Namaz hər bir müsəlmana gündə 5 dəfə qılınmağı vacib buyurulur. Sübh namazı, zöhr və əsr namazı, məğrib və işa namazı. Bu namazlar hansı vaxtlarda qılınmalıdır? Bunların hansı vaxtlarda qılınmağından ötürü bu namazlara çağırış olmalıdır. Bu namazlara çağırış da azan adlanır. Bu günləri azanın tətbiqindən danışacağıq. Azan necə tətbiq olunur? Müsəlmanlar arasında iki qrup bir-biri arasında müəyyən mübahisələr edir. Bu iki qrup bir tərəf Şiə adlanır, digər tərəf Sünni. Şiə tərəfin əqidəsinə görə azan Peyğəmbərimizə Allah Teala tərəfindən Cəbrail əleyhissalam vasitəsilə nazil olub. Sünni tərəfdən, Sünni əqidəsinə görə söyləyirlər ki, Peyğəmbərimiz bir kəsin gördüyü yuxuya görə azanı tətbiq edib. İndi gəlin bu mübahisələrə son qoymaqdan ötürü ağılla, məntiqlə, səhih hədislərlə və ən əsası Quran-ı Kərimlə baxaq görək. Bu iki qrupdan hansı doğrudur? Hansı doğrunu bizə çatdırır? Hansı doğru deyir? Hansı isə yalan? Əvvəl baxaq görək Şiə əqidəsinə görə azan necə tətbiq olunur? Şiə əqidəsinə görə Peyğəmbərimiz Cəbrail əleyhissalam vasitəsilə Allah Teala tərəfindən azanın təyinatını alıb. Şiə əqidəsinə görə Peyğəmbərimizə Cəbrail əleyhissalam nazil olub. Bu zaman Peyğəmbərimiz istirahət edirdi. Başını Əli əleyhissalamın dizləri üstə qoyaraq. Həmin zamanda Peyğəmbərimiz istirahət etdiyi zaman Cəbrail əleyhissalam nazil olub. Azanı Peyğəmbərimizə çatdırıb. Peyğəmbərimiz ayılıb Əli əleyhissalama sual edir. Əli, eşitdinmi? Əli də cavab verir, bəli. Sonra Peyğəmbərimiz yenə sual edir. Əli, yadında qaldımı? Peyğəmbərimiz Əli əleyhissalam söyləyir ki, bəli, yadımda qaldı. Peyğəmbərimiz sonra Bilalı çağırır. Bilala söyləyir ki, Əlidən Cəbrail əleyhissalamın mənə gətirdiklərini öyrənib cəmaatı namaza çağırsın. Ümumiyyətlə, Şiələrin əqidəsinə görə azan birbaşa Peyğəmbərimizə Allah tərəfindən Cəbrail əleyhissalamın vasitəsilə nazil olub. Bu, bütün Şiə əqidəsində belədir. Əziz müsəlmanlar, azan İslamda mühüm əməllərdəndir. Yaddan çıxartmaq lazım deyil ki, Peyğəmbərimizə Quran nazil olub. Deməli, indi baxaq görək, Sünni əqidəsində azanın tətbiqi haqqında nə deyirlər? Abdullah İbni Zeyd adlı bir şəxs Peyğəmbərimizə söyləyir ki, yuxuda gördüm ki, bir nəfər gedir, əlində bir şeypur var. Mən o şeypuru ondan istədim. O mənə şeypuru neynirsən deyəndə o soruşanda ki, şeypur sənin nəyvə lazımdır? Cavabında mən söylədim ki, mən cəmaatı o şeypurla namaza çağırmaq istəyirəm. Onda o da qayıdıb buna deyir ki, yəni Abdullah İbn Zeydə söyləyir ki, namaza cəmaatı çağırmaq istəyirsənsə, mən sənə bir şey öyrədim. Həmin şeylə cəmaatı namaza çağır. Neynirsən şeypuru? Və buna, yəni Abdullah İbn Zeydə söyləyib 4 dəfə Allahu Əkbərdir. 2 dəfə əşhədə ən la ilahə illallah de, 2 dəfə əşhədə ənə Muhammedən Rasulullah de, 2 dəfə həyyə alə salah de, 2 dəfə həyyə alə falah de, 2 dəfə həyyə alə xeyirləmal söylə, 2 dəfə Allahu Əkbər söylə, 2 dəfə də la ilahə illallah. Tam bugünkü günümüzdə deyilən azan eyni ilə. Və Peyğəmbərimiz də deməli Abdullah İbn Zeydin söylədiyi bu yuxuya qulaq asdıqdan sonra onun yuxusuna görə Peyğəmbərimiz azanı tətbiq edib. Sonra Ömər Peyğəmbərimizə deyib ki, mən də bu yuxunu görmüşəm. Peyğəmbər Ömərə sual edəndə ki, Ömər, bəs niyə demirdin? Ömər cavab verir ki, utanırdım, həya edirdim. Hətta belə bir şey də orada keçir. Ömər söyləyib ki, elə Abdullah İbn Zeydin gördüyü gün o yuxunu görüb. Belə bir şey də keçir ki, hətta Ömər Abdullah İbn Zeyddən hardasa 15-20 gün qabaq o yuxunu görünmüş. Peyğəmbərimiz Bilalı çağırır və Bilala söyləyir ki, Abdullah İbn Zeyd və ya Ömər sənə bunu öyrətsin,
Sən də bunu öyrənəndən sonra cəmaatı bununla namaza çağır. Şəriətdə, əziz müsəlman bacı qardaşlar, şəriətdə namaz vacib əməllərin birincisidir. Necə olur ki, müsəlmanları namaza necə çağırmaq olar? Bunun üçün Peyğəmbər mətal qalıb, bilməyib nə etsin? Gah tonqal yandırmaqla, yəni od qalamaqla, gah kilsələrdə olan o zənglərdən, kimi, zınqırovlar kimi, onlardan istifadə etməklə, ya da şeypur səsləndirməklə namaza çağırış etsinlər. Fikirləşirmiş ki, bunun hansını eləyim? Hansını eləyim ki, müsəlmanları, cəmaatı namaza çağırayım? Bunun hansından istifadə edirsiniz? Əziz müsəlmanlar, özünüz söyləyin. Məgər bu Peyğəmbərimizin məqamını aşağı salmaq deyilsə, bəs nədir? Bu, birbaşa Peyğəmbərimizin məqamını aşağı salmaqdır. Abdullah İbn Zeyd və Ömər yuxu görüb, gördükləri yuxunu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə söyləyib, bunlar yuxusunu Peyğəmbərə söylədikdən sonra Peyğəmbər azanı tətbiq edib bunların yuxusuna görə. Bu məgər Peyğəmbərimizi aşılamaq deyil, kiçiltmək deyil, bəs onda nədir? Bu belə sual, bəs onda nədir? Axı bunlar bizim Xatəm Peyğəmbərin məqamına uyğun gəlmir. Bizim Peyğəmbərimiz qul Peyğəmbərdir, bəlliq Peyğəmbərdir, ulazım Peyğəmbərdir, mürsəl Peyğəmbərdir. Bizim Peyğəmbərimiz Peyğəmbərlərin 124 min Peyğəmbərin peçətidir. Azan və iqama mühüm əməllərdəndir. Bunu Peyğəmbər cəmaata öyrətməkdən Peyğəmbər kiminsə yuxuda gördüyünü tətbiq etdi. Əziz müsəlmanlar, özünüz fikirləş. Daha bu dərəcədə də olmaz da. Bu ümumiyyətlə ağçılıqdır. Heç bir ağla, məntiqə söykənən bir kəs, söykənən bir insan buna inanmaz. Müsəlmanlara namazı öyrədib Peyğəmbərimiz. Deməli, müsəlmanlara namazı öyrədən Peyğəmbərimiz, azan isə namazdan qabaq deyilir. Azan namaza çağırışdır. Onda necə olur ki, Peyğəmbər namazı cəmaata öyrədir, amma namaza çağırışı necə etsin bilmirdi və mətal qalmışdı hətta. Axı bu gülüncdür, vallahi billahi. Allah özü Quran-ı Kərimdə nə buyurur? Quran oxuyanlar bilirlər. Ərəbcə Quran oxuya bilməyənlər tərcüməyə müraciət edə bilərlər. Allah özü Quran-ı Kərimdə buyurur, bir neçə ayələr vasitəsilə Peyğəmbərimizin bizə deməli Allah Taala'nın məlumat verməyindən danışır. Allah Taala Peyğəmbərimizə necə məlumat verir? Allah ayələrin birində də buyurur ki, Peyğəmbərimizə sallallahu aleyhi və səlləmə sənə bir neçə şey öyrətdik. Bundan qabaq bilmirdin. Məsəl üçün, açay Quran-ı Kərimi Nisa surəsi 113-cü ayə. Mən bu ayəni ərəbcə deməyəcəm, vaxt çox getməsin. Tərcüməsini deyirəm. Əgər Allahın lütf və mərhəməti sənin deməli halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni hökm çıxarmaqda azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdıra bilməzlər və sənə heç bir zərər yetirə bilməzlər. Allah kitab və hikməti, yəni şəriət elmlərini və əqli, marifi sənə nazil et və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür. Nisa surəsi 113-cü ayə. Kim inanmasa gedib özü baxa bilər. Şəriətdə necə ola bilər ki, özü də vacib bir məsələdə Peyğəmbərimiz mətal qalır, nəyisə təyin etməyə və hansısa bir kəsin yuxuda gördüyünü götürüb tətbiq edir. Axı, bu Peyğəmbərin məqamını aşağı salmaqdır. Əziz müsəlmanlar, əziz müsəlman bacı qardaşlar, şəriət görün hansı günə qalıb ki, yuxu ilə özü də adicə bir insanın yuxusu ilə təyin edilsin. Baxın, əziz müsəlmanlar, vəhiy gəlib Peyğəmbərə, amma azanı yuxu ilə təyin edirlər.
bu nağıl deyil, əfsanə deyil, bəs nədir? Yalan deyil, bəs nədir? Əgər kimsə inanmırsa bu yuxu məsələsinə, kimsə ola bilsin desin ki, mənbə, bu hədis harda gəlib? Bu hədis bizim Əhl-i-Sünnə qardaşlarımızın kitablarında var. Məsəl üçün, Əhmədin Müsnəvisində. Bu gəlib Sünan Məcədə. Bu gəlib Sünan Abu Davudda. Gedib, kim istəsə maraqlanıb baxa bilər. Bu hədis söylədiyim bu kitablarda gəlib və ilaxır kitablarda da var. Deməli, onu da söyləyim ki, Sünni qardaşlarımızın kitablarında, Şiə qardaşlarımızın kitabında olduğu kimi eyni olan, üst-üstə düşən azan haqqında hədislər də var. Amma o üst-üstə düşən hədislər haqqında heç kim danışmır. Ancaq hər hansı bir Sünni və Şiə arasında konflikt salan hədislər götürüb cəmaatın beynini xarab edirlər. Bizə nə qalır? Biz müsəlmanlara, sünnili, şiəli o qalır ki, həmd eləyək Allahı öz izzət-i cəlalına, Peyğəmbərimizin haqqı hörmətinə, Allah bizi, biz müsəlmanları şiəli, sünnili, Peyğəmbər şəriətini bilənlərdən və Peyğəmbər şəriətinə əməl edənlərdən qərar versin inşallah. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Nə qədər istəyirəm az danışam, alınmır.